yoxdur ki, o pulsuz əldə edə bilim onu. Sağlamlıq haqqında arayışı 40 manat. Niyə qardaş, mən niyə 40 manat verməliyəm? Düzdür ya? Ya bu məsələlərdə də eləmək amma vətəndaşı düşünmürlər. Vətəndaş yola ver, sakitçiliklə o da yığılır. O xalçanın altına yığırlar. Girsən evə hər şey tərtəmizdir. Amma xalçanın altını qaldıranda görəcəksən ki, orada sabah o xalçanın altına zibillə ifunət verəcək. O xalçanı da çürüdəcək, evi də qoxu basacaq. Biz də onu deyib. Və bilirsiniz, bu həm də nədən irəli gəlir, onu da deyim. Azərbaycanda təftiş mexanizmi yoxdur. Nəzarət mexanizmi yoxdur. Səndən yar, sənə yar şikayətin var. Hakimiyyət, pul ayırır hakimiyyət, xərcləyir hakimiyyət, nəzarət edir hakimiyyət. Hanı müxalifət burada, Ləman xanım? Hanı müxalifət burada? Müxalifət nəzarət eləməlidir axı. Müxalifət axı tənqid eləməlidir. Müxalifət prosesin içində olmalıdır axı. Müxalifət adi biz getdik o gün Türk abidəsinin qabağında çıxış eləməyə. Mülki geyimli polislər gəlib belə olmaz filan. Heç bilmirsən kimdir? 15 sentyabr günü mü? Bəli, biz indi onu çox şey eləmədik ki, indi. Amma nədir qardaş ki, oldu 15 dəqiqə, 20 dəqiqə kimsə danışanda. İşğaldan azad o tarixi gündür də. Ölkəmi dağılacaq. Qardaş, nə olub? Nədir bu? Nəyin davasıdır? Buranı niyə siz belə bir görüntü vermək istəyirsiniz ki, heç